Əziz dostlar, bu dəfə sizə tamam fərqli bir dənə macəra ilə, verilişlə gəldik. Bu dəfəki verilişimiz sual-cavab verilişidir. Çoxlardan da deyirdiniz ki, bir sual-cavab verilişəcək. İlk qurbanımız da Emildir. Emil soyadı nədir? Əliyev. Əliyev Emildir. Emil əslən haralıdır? Şuşa. İndi mövzumuz da Amerika dərsidir. Şimali Amerika dərsi. Biraz orta mövzu seçmişəm. Emil də həyəcanlıdır. Qüsuruna fikir verməyin onun. Həyəcanlı deyirsən ki, Emil? Yox. Nice. Yaxşı. Deməli, Şimali Amerikada iç koloniyalar nə vaxt salınmışdı? 17. Kimlər salınmışdı? İngilislər. Burada məskunlaşmış insanlar əhalinin hansı təbəqələri idi? Aşağı təbəqəsi. Hansılar idi aşağıda? Kəndlilər. Aşağı. Bir də Sənətkarlar. Qul. Şeydirlər. Kəndlər və Tacirlər. Qullar. Puritanlar. Puritan. Dini təqibə məruz qalanlar. Mən belə soruşsaydı istəyərdim. Dedə, bən demirsən. Deməz axı nə səbəbdən gəlib. Sonra neçə dənə koloniya salındı burada? 13 sənə. Özlərini adlandırdılar. Özlərini ingilislər. Nətər ingilislər? Azad İngilis. Nətər ingilis? Yox, ingilislər. Buranı nə adlandırırlar? Buranı Xankəndi. Dostumuz zarafat edir. Yeni İngiltərə. Yeni İngiltərə. Yaxşı, Emil. Sən deyən görək. Dedi ki, burada gəlib birinci hindularla mehriban qonşuluq siyasəti yürüdürdülər. Hindulardan hətta nələri öyrənmişdilər? Tütün, sonra qarğıdalı becərmək. Və sonra niyə hindularla münasibətlər pisləşir? İngiltərə torpaqlarını ələ keçirirdi. Bəli. Bunların arasındakı müharibənin nəticəsi nə olur? Hindular soyqırma məruz qaldı. Nəyə görə məğlub oldular hindular? Çünki həm qəbilə izmasında qalırlar, həm də ki, yəni silah, odlu sərmayəsi falan deyirlər. Deyildilər. Deyildilər. Biraz ürəkli danış. Qorxma səsin gedir, prosta yəni biraz ürəkli danış. Qorxursan? Yox. Yaxşı, və sən də görək. İndi bu ingilislər bu ərazilərdə iş görmək istəyirlər, amma özlərinə əziyyət vermək istəmirdilər. Hindular da iş görmürdülər. Nə harlarına görə ingilislər? Hindular da iş görmür. Tabe olmurdular da. Qullar gətirirdi. İlk qul gəmisi nə vaxt gətirilmişdi? 19'da. Kimlər gətirmişdi? Holland gəmisi. Holland gəmisindən gətirmişdi. Ümumiyyətlə, burada bəs idarəçilik nətər idi bu koloniyalarda? İlk koloniyanı soruşdun, nə var sanı? Nətər idi idarəçilik? Gubernator şeydi, bir də məclis var idi. Məclisin səlahiyyəti barədə nə deyə bilərsən? Məclis, necə deyim, vergilər falan təyin edirdi. Amma gubernator yəni məhdudlaşdıra bilərdi də. Yəni. Yaxşı, sən də görək, sonra bu ingilislər kolonistlərə bir sıra qadağalar qoyur. Nə kimi qadağalar qoyur? Qadağalar, qərbə köçmək, dəmir emalı falan, toxuculuq zad belə şeylər. Sonra bəs axır məqamlardan hansı qadağaları qoyur? Axır məqamlarda Holland gəmiləri falan. De görək. Məsələn, ticarət əlaqələrində qadağa qoyurdu. Sonra Başqa oradan. Gömrük rüsumu nə vaxt qoyulur? Gömrük rüsumu 65-də idi. Neçə? 1665. 1765. 1765-də orada şey idi, möhür. Bəli. Bəs yaxşı, bu qadağanın axırı nətər olur? Ləğv edilir də, narahatçılığa səbəb olur. Bəli. Bəs Boston çay qonaqlığı nə vaxt başlayır? 1773. Ümumiyyətlə, bu şimal koloniyalarının içərisində hansı şəhər daha mərkəzləşmişdir? Boston çay qonaqlığı nə idi, nə ehtiva edirdi özündə? Şeydə, bu qadağaların nəticəsində olmuşdu. Yəni, koloniyalar, kolonistlər İngilis mallarını boykot edirdilər. Boston çay qonaqlığı hadisəsi ABŞ tarixinə düşür? Düşmür. Bəs ingilislər nətər cavab verirlər bu Boston çay qonaqlığına? Heç sənə bağlayırlar limanı. Bəli. Ümumiyyətlə, neçənci illərdə istiqlaliyyət müharibəsi olubdur? İstiqlaliyyət? Amerikanın istiqlaliyyət müharibəsi neçənci illəri əhatə edir? 75-dən 83-ə qədər idi. Bəs ABŞ-ın istiqlaliyyət müharibəsi neçənci illəri əhatə edir? 76-dan 80. Afərin. Filadelfiya qurultayı nə vaxt keçirilir? Filadelfiya? 76-da? Yox. 75-də. Nə qərar verilir Filadelfiya qurultayı? George Washington seçilir. Nə seçilir? Prezident? Yox. Və nə? Necə rəhbər, doğru. Nə rəhbər başında? Orduya. Sağ ol. Bu hadisə ABŞ tarixinə düşür.
Prezident Vaşinqton fəaliyyətə düşür. Möhtəşəm. Bəs nə vaxt yaranır ABŞ? ABŞ 76-da. Hansı şeyin qəbulu ilə yaranır? Qanun. Bir dəqiqə istiqlaliyyət bəyannaməsi. Ay, İstiqlaliyyət bəyannaməsinin qəbulu ABŞ-la hansı dövlət üçün oxşardır? Yəni ABŞ-la AXC. Ay, sağ ol. Azərbaycan deyək də. Möhtəşəm. İstiqlaliyyət bəyannaməsinin müəllifi kim idi? Thomas Jefferson. Möhtəşəm. Tərkibi barədə nə deyə bilərsən İstiqlaliyyət bəyannaməsinin? Bəyannamə. Bəli. Tərkibindən bir dəqiqə fikirləşim. Xalqın mənbəyi, hakimiyyətin mənbəyi xalq olur. Xalq olur, hə. Yeni İngiltərə üzrə Amerika Birləşmiş Ştatları adlanır. İlk müstəmləkəsi idi, müstəqillik əldə edir. Hə. Bax. Qoyun. Nəysə. Bəs yaxşı. Sən deyə bilərsənmi, bu müharibənin taleyində ABŞ-ın mövqeyini möhkəmləndirən döyüş hansı olur? Sartog. Nə zaman baş verir? 77-də. Nəticəsi nə olur? ABŞ nüfuzu artır, qalib gəlir. Aha. Bundan sonra Avropaya kimi göndərir? Kimi Benjamin Franklin. Franklin gedib hansı dövlətlə müqavilə imzalayır? Fransa ilə imzalayır. Aha, nə deyir o müqavilədə? Fransa nə dedim, silah-sursat göndərirdi. İngiltərə mübarizə aparırdı. İspaniya ilə Fransa bir yerdə. Bəs yaxşı, hansı dövlətlərdə həm də ABŞ-ın müstəqilliyini tanıyır, onlara kömək vəd edir? Hansı dövlətlərdə? Hə, Fransadan başqa. İspaniya, Bir də Hollandiya. Möhtəşəm. Bəs yaxşı, həlləci döyüş hansı olur? Həlləci 81-də olan Yorktandır. Nəticəsi nə olur? Bununla da istiqlaliyyət, yəni müharibəsi başa çatdı. Yəni başa çatdı, yəni ki İngiltərə demək ki məğlub olur, çəkilir də döyüş. Hansı müqavilə ilə başa çatır bəs? Paris, Versal. Nə zaman imzalanır? 83-də. Eyni ildə başqa hansı hadisələr baş veribdi? 1783-də. Bəli. 1. Rusiya Krımı işğal edir. Ay, deyirəm də Rusiya. 2. Gəncədəki hakimiyyəti başa çatır. Hə, yəni onu hələ keçməmişik. Rusiyada keçməmişik. Ha, keçmişik. Versal müqaviləsinin şərtini deyim. Şərti ABŞ Kanada qalır İngiltərədə. Aha. İngiltərə məğlub olurdu. Yəni ki, bir də ki Mackenzie hansı o ərazilər sərhəd verilir ABŞ-a. Mackenzie ilə Mississippi-dən Allegan dağlarına qədər. Mississippi-dən. Bir dənə də var idi. Orası nə idi? Bir dənə də var idi. Bəli. Məsələn, Gent müqaviləsindən uşaqlar qarışdırır maddəni çox vaxt. Dəqiqə biri də var idi. Qərbində məskunlar. Yox. Nə idi o? İngiltərə ABŞ-ın müstəqilliyini tanıyır. Tanıyır. Deyəcəkdim Allah. Bilirəm. Nə vaxt ilk konstitusiyası qəbul olunur ABŞ-ın? İlk dənə yeganə konstitusiyası. Birinci konstitusiyası nə vaxt qəbul olunur ABŞ? Konstitusiya 87-də. Konstitusiyaya görə neçə hakimiyyət yaranır? Hansılar idi? Bir məhkəmə, qanunverici, icra edici. Qanunverici orqan nə adlanırdı? Konqres. Neçə hissədən ibarət idi? 2. Hansılar idi? Senat və nümayəndələr. Afərin. Senat və nümayəndələr palatasına seçki yaxud təyinat nə tər həyata keçirilirdi? Senatda 2 dəfə seçilirdi ildə. O birisi-dəki yəni nümayəndələrdəki seçki yolu ilə seçilirdi. Bu prezidentin oxşar. Möhtəşəm. Möhtəşəm. Yaxşı. Bəs də görək. Deməli. Prezident səlahiyyəti ilə bağlı nə deyə bilərsən prezident? O veto hüququ vardı. Ordu komandanı idi. Vəzifə verən, yəni məmurlar vəzifə təyin edir də. Bu az da problem var. Düz deyirsən. Bəs məhkəmənin iş barədə? Məhkəmə orqanı idi orada. Məhkəmədəki deməli mən bu ömürlük təyin olunurdu prezident tərəfindən. Bir də ki, qanunlar qəbul edərkən konstitusiyanın zidd olub-olmadığını Ay, sağ şuraların elin sağ ölüm yox. Bəs yaxşı, bu ümumiyyətlə ABŞ konstitusiyası demokratik sənəd idi? Yox. Onun demokratik sənəd olmadığını hansı şeylər göstərildi? Demokratik olmadı. Prezident yox, demokratik olmadı. Nəyə əsasən bilirdik ki, ABŞ konstitusiyası demokratik deyil? Ömür
prezident tərəfindən şey olundu, ona görə demokratik deyil. Hinduların şəxs nədir? Hüquqlarına aid heç nə qəbul olmamışdı. Hindular və qadınların, Qulların nə? onlara ona görə demokratik deyil. Əlavə düzəlişlər nə vaxt qəbul olunur? O 91-də. Nə deyir orada? Orada deməli 2 dənə şey olur. Biri toplaşmaq, yəni elə şeylər azadlıq toplaşmaq hüquqlar verilir. Bir də ki vicdan azadlığı toplaşmaq hüququ. Birində bayaq testdə gördükdə izah elədim sana. Fikirləşirəm. Fikirləş başladım. İlk prezident seçkiləri nə vaxt keçirilir? İlk prezident seçkiləri. Bəli, ABŞ-da. Prezident. Yəni ilk prezident o şey olur da, Vaşinqton. Nə zaman prezident seçilir Vaşinqton? Hə, 91-də, 81-də. Yox, 1801. 91-99 deyildi. Elə idi. 9, nəsə 9 var idi. Görsünüz bunu? Bir dəqiqə mən. Əxlaqsız. 91 idi. 89-dur, qoyun. 89. Gör nə bilim sənə. Tərsinə gedir. Başına daş düşsün.